Bedinin yanı dağlar, yüreği canı dağlar. Burada bir el var idi, siz deyin hanı dayanlar. Fərman Kərimzadə Şah İsmail böhlüyü ilə qürur duyan, qardaş qırğını çaldıranın, doğmaları ayıran Xudafərinin, deportasiya və soyqırımların ağrılarını qəlbində və qələmində yaşayan 52 bahar görmüş 71 yaşlı cavan. Nə qədər ki əsərləri oxunur, filmdə yaratdığı obrazlara baxılır, Fərman yaşayır və cavandır. Axırıncı aşırımı adlayıb, amma həmişə arzu etdiyi Azərbaycanın müstəqilini görə bilməyən dərdli və dəyərli vətəndaş Fərman Kərimzadə. Fərman Kərimzadə haqqında düşünəndə mən həmişə ilk növbədə o qızıl külçəsini xatırlayıram. Fərman Kərimzadə anadan istedadlı doğulmuş adam idi. Fərmanın öz sevgisi var idi ki, ona üzr istəyirəm ifadəmə görə ilk məhəbbət deyirlər, ilk ürəyində qalan bir istək var idi. O istək ağlıq kəsəndən axır gününə qədər o istək ürəyində gəzdirdi. O bedi dərdi idi, torpaq dərdi idi, Fərman dərdi. Fərman İrəvana hər dəfə gələndə biz Vediyə gedərdik, o öz evlərinə baş çəkərdi, əlbəttə orada o kövrəlirdi. Göz yaşlarını saxlaya bilmirdi. Fərman rəhmətə gedəndə onun nekroloqunda bu qədər məhsuldar, bu qədər gözəl, bu qədər xalqa, millətə bağlı yazıçının, milli yazıçının təltifləri sırasında heç nə yox idi. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdi, sözləri yazılmışdı. Mənə bu çox ağır təsir elədi ki. Bedinin yanı dağlar, yüreği canı dağlar. Burada bir el var idi, siz deyin hanı dayanlar. Yorulmaram bu yollardan. Çünkü balalarım, babalarım kimi doğmalarımdır bu yollar. Çünkü mənim məmləkətimizin ellərini aparandır bu yollar. Yollar məni yormaz. Amma yollarımızın özü yorğun düşüb. Çünkü çox ellərimiz bizim ayaq izlərimizi örüyəndiyindən, bizim həsrətimizi çəkməkdən yorulub. Vedimin, İrəvanımın, Şuşamın yolları kimi. Dərbənddən Xudafərinə, Astaradan Qazağa, hətta Ermənistanda Ağbaba deməli ellərinə qədər bütün bu mahalları, yerləri biz Fərmanla bir yerdə gəzmişdik. Məsələn, mən Türkiyəyə ilk gedəndə məni aparıb hətta o sərhəddə qədər yola salmışdı, demişdi, fürsətli qoy mən bir də, mən də öz köhnə yurtlarımı görüm. Fərman Kərimzadə qeyri-adi dərəcədə səmimi bir dostdur, bağlandığı adamla ömrünün axırına kimi yəni o münasibət, ünsiyyəti qoruyub saxlamağı bacarırdı. Bütün bunlar yəni insani tərəflərindən əlavə Fərman Kərimzadənin yaradıcılığı Azərbaycan nəsr tarixində xüsusi bir yer tutur. Dediyim kimi, onun müraciət elədiyi sahələr bizim nəsrimizin diqqətindən kənarda qalan, əslində hər kəsin əli çatmayan sahələrdir. Ermənistan, Vedibasar, Zəngibasar, o vaxtki Qırmızı Taburun taleyi. Fərman Kərimzadənin bugün hər kəsin dilinin əzbəri olan əsərləri, Axırıncı Aşırım və əslində film, Qarlı Aşırım filmindəki obrazlar
onun öz tanıdığı, gördüğü insanların obrazları idi. Hətta gedib Türkiyədə Daşburun kəndində və gəlib burada da Daşburunda yaşamışdı, Mil düzündə, Beyləqanda və gələndən sonra o barədə çox böyük heyrətlə, çox böyük belə həm də razılıqla danışırdı. Onun yaratdığı Kərbəlayı İsmail obrazı göstərir ki, Fərman Kərimzadə Sovet rejiminin içərisində Sovet rejiminə boyun əyməmiş bir insandır, bir adamdır. Onun bu yaratdığı, o əsərin ruhu əslində Səməd Vurğunun Adı Komsomol poeması olsa da içində deyək ki, Gəray bəy kimi o rejimə boyun əyməyən nəhəng bir obrazın davamçısı idi. İsmail Şıxlının Cahandar ağası ilə bir sırada dayanan obrazıdır və bu cəhətdən Fərman Kərimzadə həm ruhən də əslində onlara bağlı idi. İsmail müəllimin yaxın dostudur. Başqa obrazlarda, məsələn, Xudafərin körpüsündə Şah İsmail Xətainin obrazını yaratdı. O əsərin onun beyninə necə düşdüyünü xatırlayıram. Biz həmişə tarixi məsələlərdən danışırdıq. Məsələn, mənim ömür kitabımda Yollarda Fərmanla gəzə-gəzə yaranmışdı. Onun Xudafərin körpüsü də yenə elə bizim o gəzintilərimizdə yaranmışdı. Qatarın bu səsi də mənə doğmadır. Məni məmləkətimin hər hansı bir güşəsinə aparan qatar. Qatarların, təkərlərin səsini nədənsə beşik, nehrə, dəmirçi zindanının, atların ayaq səslərinə oxşadıram və doğrudan da bunların hamısına oxşuyur. Bu səs bir də ona görə doğmadır ki, bir zamanlar bu takkatukla İrəvanımıza, Vedimizə gedərdim. O Azərbaycan tarixinə çox bütöv baxırdı. Azərbaycan tarixinə regional tarix kimi ya Azərbaycanın ayrı-ayrı regionlarının tarixi kimi baxmırdı. Mənim yadımdadır, o İrəvana gələndə biz Vediyə getdik. Vedidə onların öz evin gördük. O Xalidə xanım da oradaydı, Əziz də oradaydı, o vaxt balacı idi Əziz. Bir başqa səfərdə o Xalidə xanımla və Aybənizlə gəlmişdilər. Və Fərman İrəvana hər dəfə gələndə biz Vediyə gedərdik, o öz evlərinə baş çəkərdi, əlbəttə orada o kövrəlirdi, göz yaşlarını saxlaya bilmirdi, mən də göz yaşlarımı saxlaya bilmirdim. Və biz mütləq Çimən tərəfə, Xosrov meşəsinə tərəf, uşaqlıqda Fərman Kərimzadənin gəzdiyi yerlərə tərəf və Abbasqulu bəyin, Abbasqulu bəy Şaldinskinin vurulduğu yerə tərəf gedirdik. O, oranın tarixi haqqında çox maraqlı fikirlər söyləyirdi. Qayıdırdıq, gəlirdik, orada məktəbin həyətində Abbasqulu bəyin məzarı vardı. Orada dəfn olunmuşdu Vedinin rayon mərkəzində. Sonra ermənilər hələ Sovet hökuməti vaxtı onu yerlə yeksən elədilər, demək olar, itirdilər. Biz gəlib oranı ziyarət edirdik. Məsələn, onun doğma yurdu Vedini ziyarət eləyəndə, Vedi haqqında danışanda və onun yenə doğma yurdu Abbasqulu bəyin vurulduğu yer, o yerlər haqqında danışanda o hansı hissləri keçirirdisə və ya o yerlər haqqında, oranın tarixi haqqında necə həyəcanla, necə sevgi ilə, necə məhəbbətlə danışırdısa, mənə Beyləqanda göstərdiyi Örənqala haqqında da, tutaq ki, Azərbaycanın başqa rayonlarında haqqında danışdığı bizim tarixi abidələrimiz haqqında da eyni dərəcə sevgi ilə, eyni dərəcə məhəbbət ilə, eyni dərəcədə narahatlıqla danışırdı. Bu qatarlar canı cana yaxınlaşdırdığı qədər də canı candan ayırmağı bacarır. Bir də bu qatarlar da bizim
düşmənimizə dönüb bir zamanlar. Məni bizim ellərimizdən ayırıb, Sibirə sürgün olunanların içində də ən çox bizimkiləri aparıb. Yollar, 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 sizin uzaq yaxınlığınızdan, eniş yoxuşunuzdan qorxmadım, amma qorxduğum başımıza gəldi. Öz ellərimizin yolları üzümüzə bağlandı. Neçə vedilərə gedən yollara özümüz, vedinin yanındakı neçə dağlarımıza sürü naxırlarımız həsrət qaldı. ...1950-ci ilin sentyabr ayının axırında bizi Vedidən köçürdülər. Maşınlar gətirdilər, bizim veşlərimizi yığıb gətirdilər Dəvəliyə, yük vagonlarına yığdılar. Onda mənim var idi 17 yaşım, Fərmanım var idi 13 yaş. Fərman məndən deməli 5 yaş balacadır, aramızda 5 yaş fərqi var. Orada gəldik Daşburuna. Daşburuna ki gələndən sonra bizi oktyabr ayının deməli 21 idi. Deməli bizi yağışlı zadlı havada bizi apardılar, köçürdülər, apardılar Şahsevənə. İkinci Şahsevənə. Onda Rıjdanov idi. Beyləqan rayonunun Şahsevən kəndinə gəldik. Gələndən sonra da mən oxumurdum, ancaq Fərman Daşburuna məktəbə gedirdi. Fərmanın uşaqlığı çox gözəl oldu. Fərman elə idi ki, misal üçün atam deyərdi, o bütün o keçmişdən ermənilər nə məsələlər gətirib bizim başımıza, nələr gətirib söhbət eləyərdi. Fərman onların hamısını yazardı. Qatar Araz boyu gedir, sahillərə baxırıq. Yanımda balaca boy, sifəti civzəli, diri gözlü bir oğlan oturub qəlyan çəkir. Hərdən bir soruşur. O Vedi ki deyirsiniz ha, o necə yerdir? Bu sualı verən tanınmış xanəndəmiz Alim Qasımovdur. Birlikdə Şərura gedirik. Oradan da doğma yerlərə, Vediyə gedəcəyik. O Vedidə oxuyacağı muğamın ahənginə, o ellərin sevincini, kədərini qatmaq istəyir. Demək, Fərman müəllimlə, rəhmətli ilə biz Azərbaycanın özündə də çox məclislərdə bir yerdə olmuşuq, evində olmuşuq. Onun xoş, nurlu sifəti və təmkini indi də qəlbimizdədir. Və bir gün elə oldu ki, Fərman Kərimzadənin ad günündə biz elə bir ki, onun öz vətənində qeyd eləmək istədilər kəndində. Demək, biz Əbdül Mahmudovla biz onun vasitəsilə tanış olmuşuq. Bir yerdə biz getməli olduq ora. Yadda qalan bir səfər idi. Demək, biz onun qatarla getdik. Yəni, onun hər danışığı şeirlə, bayatı ilə yadımdadır. Yəni, onun bir qram heç kimin xətrinə dəyməməyi yadındadır. Getdik, onun kəndində çox yüksək səviyyədə qarşıladılar. Düzdür, hava soğuq idi, mən də belə üşüyərəm. Yəni, haradasa bu bir konsertə döndü, bir böyük bir görüşə döndü. Onun üçün orada bir mədəniyyət qruplarını ayırdılar. Onun yaradıcılığından danışdılar, şeirlər dedilər. Biz də əlimizdən gələn bir iki dənə cəmaatı isindirdik. Sonra da oradan gəldik. Oradan da biz elə bir ki, maşına minib də qatarla yox, qaydada da maşınla qayıtdıq. Yollar da yavaş-yavaş qar basırdı. Biz o qarlı havada, yəni o Vedini çox Vedidən bayatılar deyirdi,
Vedidən danışırdı. Bir dəfə də həmən o səfərdə bizi apardı o kəndə, o körpünün yanında. Beləsinə o Vedinin yanı dağlar bir bayçısını dedi. Mən də orada bir zümzümə elədim. Vedinin yanı dağlar, ürəyi canı dağlar. Burada bir el var o siz deyin hanı dağlar, siz deyin hanı dağlar. Dədəm Qorqud bu dərədən keçibdi, buz bulaqdan, gür bulaqdan içibdi. Bu qayanı tambur kimi seçibdi, o daşlarda mahnısını çalıbdı. Qorqud gedib, tambur burada qalıbdı. Təzanəsi daşdandı bu tamburun, əzəməti başdandı bu tamburun. Səsi qızıl quşdandı bu tamburun, o Qazanxan nərəsidir daşdaşıb, əbədiyyət körpəsidir daşdaşıb. Lal qayalar, kar qayalar baş-başa, dünya qopsa söz deyərmi daş-daşa? Tambur qalxır sükunətlə savaşa, qayalarda Qorqud qəlbi dil açır, əsrlərdən nəsillərə yol açır. Oğuz elim, söz söhbətin şirinmiş, gördüyün iş əbədiymiş, dərinmiş. Bu qayalar Qorqud nəğmələriymiş, pərdəsi daş, qundağı daş, simit daş. Bu tamburu çalan lazım, a qardaş. Ailəvi qohumluğun içərisində ən çox yaxın, ürək bağladığı, dostluq elədiyi mən idim. O mənə çox etibar edirdi, mən də ona etibarını doğruldurdum. Elə mənim dənizdə işləməyimin səbəbkarı da dənizi sevməyi, Azərbaycanı sevməyi, vətəni sevməyi, türkü sevməyi, hamısını Fərmanın sayəsində həyata keçmişdi. Bunun içərisində də bu insan çox sadə bir insan idi. Həddən artıq sadə bir insan idi, amma sadə gözlə baxanda. Fərman müəllimin üzünə baxanda elə bildin ki, bütün Azərbaycan, Türk dünyası, Səlcuqlardan tutmuş üzü Türkiyəyə qədər bütün özəlbəki Türk dünyası onun qəlbində, sifətində həkk olmuşdu. Bu adam olduqca ancaq həyatın belə şeylərə həsr edirdi ki, nəsə tələsirdi, elə bir işıqlandırmaq istəyirdi, nəsə çatmayacaq. Həm də elə bir gələcəkdən xəbər verirdi. Xəbər verirdi və o işlər də olurdu. Olurdu, elə bir ki, Allah Taala'nın nuru onun sifətində idi, o nurdan da hər şey doğurdu. Məsəl üçün, o Səmərqənddə Şərq yazıçılarının simpoziumunda iştirak edəndə Teymur Ləngin qəbrinin üstünə gedmişdi, ziyarət eləmişdi. Orada qurban da kəsmişdi, ehsan da vermişdi. Sovet hökumətinin o cür kəsən vaxtında. Fərman müəllim həmişə bu xalq üçün, vətən üçün, türkçülük üçün, xalqın qələbəsi üçün yalan bir adam idi ki, hər şey yaxşı olsun, öz yerində olsun. Səfərlər ömrümü təzələyir. Çünki hər səfərimdə mənim dilimdə danışan onlarla insanla ünsiyyətdə oluram. Neçə yanan atı ocağını, əkib becərilən torpaqları görürəm və hər səfərimdə Azərbaycanımın təzə bir üzünü görür, olduğundan daha böyük olduğunu görürəm. Hər addımda, hər qarışında vedimi axtarıram və tapıram da. Mənim dilimdə danışılan hər eli vedim sayıram. Nə qədər torpaqlarımız parçalandı. Elə bilirəm parçalanan torpaqlarımız deyil, mənim içim, qəlbimdir.
pərən-pərən olan xalqım deyil, mənim qanımın damla-damla, zərrə-zərrə dağılmasıdır. Doğrudanmı dədə-baba torpaqlarımızı biz itirəcəyik? Onlar itdi, mən itim, biz itdik, fərqi yoxdur. Onları düşmən ayaqlasa sayın ki, mənim qəbrimdə murdar düşmən ayaqları altındadır. Yox, elə olsa deyin, Fərman çoxdan ölüb. Təpərin inamın gücün olsun Fərman. Fərman Kərimzadə 1988-ci ildə ermənilərin yeni xəyanətkarlıq dalğasının qurbanı oldu əslində və o günləri necə ağır yaşadığının mən şahidiyəm. Bu, deyək ki, Moskvaya səfəri, ardıcıl məktublar yazması, burada o qaçqınların arasına getməsi, onlara yardım kampaniyasına qatılması, onların ev, eşik, nə bilim, müvəqqəti sığınacaq, gündəlik güzəran qayğıları hamısının içində idi və hamısı Fərman Kərimzadə kimi həssas və çox ürəyi yuxu adamdır. Belə adam üçün bu faciəni yaşamaq son dərəcə çətindir. Çünki əslində o sevinirdi ki, 1949-50-51-ci ildə köçən insanlar təzədən Ermənistana qayıdır. O mənə deyirdi ki, Ermənistan dağlarında çoxlu kəndlər var. Mən gedib o kəndləri gəzmişəm, hələ orada ermənilər məskunlaşmıyıb. Bizim yurtlarımızda onları məskunlaşa bilmir. Mənim dedi, bizim evimizdə bir erməni yerləşmişdi Vedidə. Mən getdim o evə deyir, həyətdə bizim tut ağacını kəsmişdilər. Onun kötüyün üstündə oturdum. Çox deyir, gözüm dolub, təzədən öz yurdumuza qayıtmışam. O evdə yaşayan erməni gəldi, mənim qabağımda belə az qala diz çöktü. Evimiz böyük idi, həyətimiz böyük idi. Çoxlu otaqlarımız var idi. O vaxtda erməniləri gətdilər 47-ci ildə evlərə bölüşdülər. Bir dənəsində bizim evimizə verdilər. Özdə bir tək kişi ilə arvad, 5 dənə də oğlu var idi. O vaxtları indi nətər oldu bizim köçməyimiz də məsələ qaldırdılar ki, bunlar köçməlidir. Hələ o vaxtacan köçkü yox idi. Ermənilər gələndən sonra məsələ qaldırdılar. Məsələ də elə oldu ki, Ermənistandan sizi Qazaxıstana göndərəcəklər. O vaxtlarında getdilər, danışdılar. Olsa bizim də ağsaqqallarımız var idi da. Dedilər, olmaz. Biz Azərbaycana gedirik. O vaxtda bizi Azərbaycanın Jdanov rayonundan, indiki Beyləqan rayonuna köçürdülər. Vaqonlarda da ki, maşınları qapımıza sökədilər, yığdılar, getdilər Dəvəlidə zat vaqonlarını, yük vaqonlarını. 2 ev, 3 ev, 1 ev vaqonlara vurdular, yük vaqonlarına bizi göndərdilər Azərbaycana. Sen Abbasqulu'yu tanımırsan.
Fərman Kərimzadə bizim kinomuzda son dərəcə önəmli bir filmi yaratdı və bu gün Azərbaycanın yaxın tarixi haqqında ən gözəl film onun çəkdiyi, onun yazdığı senarisi əsasında çəkilmiş filmdir. Onun çoxlu filmlər çəkməyə niyyəti vardı və çoxlu senarilər də vardı. Fərman Kərimzadənin simasında Azərbaycanın uzaq tarixi ilə, uzaq keçmişi ilə bugünkü tarixini birləşdirən, bütün Azərbaycan torpaqlarını gözəl bilən, Azərbaycanın bir gəzəri ensiklopediyası, bir cünunu, bir aşıqı, bir Dədə Qorqudu, bir pərvanəsi, elə bil Allah onu yaratmışdı ki, bütün ömrü boyu Azərbaycanın başına dolansın pərvanə kimi. Türkiyə gedirdi, o duyğu ilə qaydırdı, İran haqqında danışırdı, Güney Azərbaycan haqqında o duyğularla və mən fikirləşirdim ki, bütün bunların hamısı nəslə gəlsə, bizim ədəbiyyatımız nə qədər zənginləşəcək. Fərman Kərimzadə yaradıcılığında xalqımızın mənəvi dünyası, tarixi, el-oba, millət təəssübü, ağsaqqal müdrikliyi, həm də bahar təravəti var. Çünki orada millətin özü var, üzü var, izi var, sözü var. Dedim, Fərman bir dəfə də bir müasir əsər yazdı. Axı bu müasir dünyada da çox məsələlər var. Burada da çox narahat eləyən. Bu gün də bizimdir, bu gün də tarix, bu gün də sabah üçün tarixdir. O mənə dedi, bilirsiniz, dedi, əlbəttə bu gündən yazmaq mümkündür və yazmaq da lazımdır. Və bu gündən yazanlar da var, amma iki məsələ məni düşündürür. Birinci, tarixi hadisələrdən yazanda bədxahlar tutmağa yer tapır. Bizim tariximizin öyrənilməsi görürsən nə gündədir. Bizim tarixçilərimiz görürsən necə düşünürlər, nə düşünürlər. Bizim profesional səviyyədə tariximiz yazılmır. Ona görə də indi çox ciddi ehtiyac var ki, bədii aləmdə, yəni romanlarda, povestlərdə, ümumiyyətlə bədii əsərlərdə, sənət əsərlərində bizim tariximiz yaransın. Bizim tariximiz hələ ki peşkar səviyyədə yazılmır, hələ ki düzgün yazılmır, hələ ki obyektiv yazılmır. Bunun obyektiv və subyektiv səbəbləri var. Azərbaycanda bu hələ ki o vaxt mümkün deyildi. Yəni bu kadr məsələləri idi, başqa məsələlər var idi. Moskvanın təpkisi var idi, ən başlıcası. Ona görə çox ciddi maraq göstərirdi tarixi romanların yazılmasına və özü çox dəyərli, çox yüksək səviyyəli tarixi romanlar yaratdı. Qonağın gəlib Kərbalay. Qonaq? Bəli. Nə qonaq? Abbasqulu bəy. Abbasqulu bəy? Hə? Dəstə getirib? Yox. 3 nəfərdilər. Hardadılar? Qaraqayada. Keşiş çəkdiyimiz mağaranın yanında. Düş qabağıma görüm. Adətən sel gələndə əvvəl kör köp gətirər. İri qol budaqlı kötüyü selin gür yeri axıdar. İndi tərsin olub. Kötüyü qabağa veriblər. Görəsən, onları bu işə vadar eləyən nədir? Bəlkə demək istəyirlər ki, hələ yüngülümüz Abbasqulu bəydir. Sonrası lap ağır gələcək. Bəlkə mənə hörmət eləyirlər. Onu bu işə qoşan kimsə çox tədbirli adamdır. Bilir ki, Abbasqulu bəylə haqqı salamım var. Mən ona toxunmaram. Fərman Kərimzadəni mən xalqımızın ən görkəmli qələm sahiblərindən biri kimi, tarixi
Azərbaycanın milli köklərini, qədim Azərbaycanımızın indiki Ermənistan ərazisindən tutmuş, Cənubi Azərbaycandan tutmuş, əhatə edən böyük bir ərazini ürəyində yerləşdirən gözəl bir Azərbaycan yazısı kimi tanıyırdı. Fərman Kərimzadəni mən ən çox yaxından tanıdığım vaxt onun bu namərd qonşularımızın bizə qarşı qaldırdığı iddialar zəminində yaranan həmin o çətin günlərdə daha çox yaxından tanımalı oldum. O dövrlərdə bəlkə də ermənilərin bu məkirli niyyətlərini hamıdan çox həm duyan, həm tez duyan, o bəzən bəzi quşlar var, qaran quş görsən yağışdan qabaq bir duyur ki, yağış yağacaq. Bəzi başqa bir şeylər var. Bunlar duyurlar, canlılar. Fərman o duyğusu olan bir insan idi ki, xalqın başına gətirilən müsibətləri əvvəlcədən görürdü, duyurdu. Və həqiqətən də o olaylar oldu. O vəhşicəsinə tədbirlər görməklə, hilələr həyata keçirməklə, o zaman indiki Ermənistan ərazisində yaşayan Qərbi Azərbaycan əhalisini oradan didərgin salmaq üçün görülən tədbirləri Fərman öz ürəyində yerləşdirə bilmirdi, buna dözə bilmirdi. O, bütün varlığı ilə buna qarşı nə imkanı vardısa çalışırdı. İlahi, insan nə qədər özünü didər, məhv eləyər. Özünə yazığın gəlsin Fərman. Zaman çox haqsızlıqların şahidi olub, çox vaxtda haqq öz yerini alıb, amma neçə qəlblər, neçə ürəklər o haqsızlıqlara tab gətirə bilməyib, sonra o ürəkləri qaytarmaq mümkün olmayıb. Özünü qoru Fərman. Yaşamaq üçün yox, düşmənə qalib gəlmək üçün özünü qorumalısan ki, bir iş görə biləsən. Sən xalqına lazımsan. Heç nə eləməsən də yazmaq, yanmaq üçün lazımsan. ...1988-ci ilin yanvar ayı idi. Moskvada bir müşavirə var idi, Mədəniyyət Nazirlərinin müşavirəsində iştirak edirdik. Orada mehmanxananın yanında, o Kreml divarlarına yaxın yerdə taksi dayanacağında Fərmanın durduğunu gördüm. Yanında iki nəfər də digər adamlar var idi. Soruşdum, burada nə edirsiniz? Dedi, bir həftədən çoxdur ki, biz bu divarların dibində yatırıq, biz qəbula düşə bilmirik. Xalqı qırırlar, xalqı incidirlər, xalqı didərgin salırlar. Və bizim də burada çağırışımızı eşidən yoxdur, biz istəyirik qəbula düşək, bu dərdləri deyək. Çünki inam var idi ki, ola bilsin ki, bəlkə də burada olan hadisələri yuxarıya çatdırmaqla bir əlac ola bilərdi. Mən onda gördüm ki, o nə qədər təlaş keçirir, nə qədər ürək ağrısı keçirir. Onun 50 yaşı tamam olanda Fərman Kərimzadiyə demək olar ki, onun yubileyini biz Naxçıvanda qeyd elədik. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif elədim və o fəxri fərmanı ona təqdim elədim. Bunu ona görə indi dilimə gətirirəm ki, Fərman rəhmətə gedəndə onun nekroloqunda bu qədər məhsuldar, bu qədər gözəl, bu qədər xalqa, millətə bağlı yazıçının, milli yazıçının təltifləri sırasında heç nə yox idi. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif edilmişdi, sözləri yazılmışdı. Mənə bu çox ağır təsir elədi. Çox gözəl bir insan idi, duyğulu insan idi. Görkəmli yazıcı olması artıq bizim bütün oxuculara məlumdur. Onun çəkdiyi film, roman əsasında çəkilən Qarlaşırın filmi demək olar ki, real həyatdan götürülmüş bir filmidir və o dövrü çox gözəl əks elətdiribdir. Kərbəlayı, sözümün canı budur ki, silahı qoyun yerə.
Cəmaatı buraxın, qoy yığışsınlar evlərinə, eşiklərinə. Bədbəxtlik baş verməsin. Sənə də zəmanət verirəm. Hökumət sənə toxunmayacaq. Mənə ki inanırsan? Abbasqulu bəy, məni sahib gəlmisən, çox sağ ol. Əziz qonağımsan. Qapım hər vaxt sənin üzünə açıqdır. Boynumda haqqım var. Amma bəy, gəl sən bu işə baş qoşma. Məni bura çəkib gətirən öz vicdanındır Kərbəlayı. İstəmirəm nahaq qan tökülsün. Bəy, kəsdiyimiz o duz çörək haqqı. Mənə deyən təpik sənə deysəydi, indiyənə qədər 10 dəfə silah götürərdin. Adamın varına da toxunarlar, torpağını da götürərlər. Nə olar? Elə bilirəm, əl çirkidir. Bəs, hörmətənə sözün. Kişiliyə, qeyrətənə sözün. Aşın axırımı otaran bir adam gəlib mənlə barabar olsun. Bərabərçilikdir Kərbəlayı. Hamımız insanıq. Mən belə insanlığı qəbul edə bilmərəm. 5 barmağın 5-i də bir ola bilməz. Mən heç o imanın daxmasını tanımıram. Sən istəyirsən ki, mən onun astığı bayrağın altından keçim? Yox bəy, qaradan artıq boyaq olmaz. Fərmanım bu, elə bil ki, həyatı başdan ayağa qəriblik oldu. Qərib oldu. Vətəndən 7 yaşında sürgün kimi gələn Fərmanın bütün həyatı elə bil ki, elə keçdi, elə bil. Bəxtini yazılmışdı Fərman. Onun otağına heç kimi girməyə ixtiyarı yox idi. Yazırdı, çünki fikrindən ayrıla bilərdi ona görə. Amma mən barmaqlarımın ucunda gecə oturdu, ancaq gecələr yazırdı. Asta-asta girib çayını necə qoydumsa xəbər olmurdu, çıxırdım tez. Amma yazıb əsəri qutarana yaxın 3 günlə qapını örtərdi ki, daha çay gətirən olmasın, sakitlik olsun ki, yazsın. Gecələr işləyirdi ancaq. Vədə deyəndə ürək əsirdi, Qotur bulağı, Sarı dolama, o Abbasqulu Bəygilin vurulan yerləri. Hanı qəbirlərin sarı dolama, onlar ki əbədi yatmalıydılar. İgid yurdumuzda minib atlara, iqlimdən iqlimə çatmalıydılar. Şahbəri nənəmin atlı başdaşı, babamız Kərimin çatlı başdaşı, Suçu Məhəmmədin sarlı başdaşı buradan ayaq tutub haraya getdi? Bu daş ümmanında daşlı az idi, gözdən bura axan yaşlı az idi, bəyəm görülməyən iş mi az idi? Daşlar bostan kimi oraya getdi. Fərmanda olan dost heç kəsdə olmazdı. Hər yerdən katib dostlar da vardı, çoban dostları da vardı. Qohum da vardı, yəni dost qardaşdan artıq olur insana. Yəni belə dostlar Fərmanda çox idi. Rəhmətli Qəşəm Aslanov, sonra kimisi Sabir Üstəmxanlı, belə sağlanda çox dostları var idi. Qaynatam rəhmətli həmişə otururdu, danışıb, axırı söhbətləri gətirib evin üstünə salırdılar. O ev Fərman üçün, deyirdi, evim qaldı orada, çox şey qaldı orada ermənilərə. Amma bu evi oradakı kimi tikmədim, ona görə ki, qorxuram, buradan da bizə harasa deyərlər, gəlin, keçin, gedin. Bizi yenə sürgün eləyərlər. Çox gözəl ailə baxçı idi. Bizim 4 evladımız vardı. Onların hərəsini Əzi ata deyirdi. Evladlarına bacım deyirdi, anam deyirdi. Çox mehriban ata idi. Fərmanın öz sevgisi var idi ki, ona üzr istəyirəm ifadəmə görə ilk məhəbbət deyirlər, ilk ürəyində qalan bir istək var idi. O istək ağlıq kəsəndən axır gününə qədər o istək ürəyində gəzdirdi. Bu Vedi dərdi idi. Vedinin yanı dağlar, yüreği canı dağlar.
Burada bir el var idi, siz deyin hanı dağlar. 487 il bundan əvvəl 13 yaşlı Şah İsmail təqribən bu nöqtədə, bəlkə də biraz bundan aralı dayanıb Bakı qalasına baxırdı və onun məqsədi Azərbaycan torpağını birləşdirmək idi. Bilirsiniz ki, o 24 illik hakimiyyət dövründə bu torpaqların birləşdirdi və o torpaqların ümumi ərazisi 2.800.000 kvadrat kilometrə çatdı. Şah İsmail bu gənc ömründə Azərbaycan xalqına elə geniş bir sahə açdı ki, orada qol-qanad aşmaq mümkün olsun. Şah İsmaili Azərbaycan torpağından kənarda təsəvvür eləmək mümkün deyil, çünki bu torpağı birləşdirən, onu genişləndirən, onu şöhrətləndirən Şah İsmail idi. Biz Azərbaycan torpağı deyəndə, Azərbaycan birliyi deyəndə yenə də Şah İsmail bizim yadımıza düşür. Bugün Azərbaycan xalqı Şah İsmaili daha tez yad eləyir. Çünki Azərbaycan torpağı çox müqəddəsdir. Düzdür, Şah İsmaildən sonra Azərbaycan oğulları mövqeləri çox veriblər. Bu 500 il ərzində, 400 neçə il ərzində sahələrimiz 2.800.000 kvadrat kilometrdən 89.000 kvadrat kilometrə yenib. Bugün gənclərimizə, xalqımıza gələn milli qeyrət ilə Şah İsmailin bugün bizə yadigar qoyduğu qeyrətdir. Çünki hamımız Şah İsmail kimi torpağımızı sevməliyik. Mən bir misal çəkmək istəyirəm Şah İsmailin həyatından. Herat hökmdarı Hüseyin Baykara Şah İsmailə bir dəstə musiqiçi göndərir və bu musiqiçilərdən, bu rəqqasələrdən Şah İsmailin xoşu gəlmir. Çünki gənc olsa da o demək belə məclisləri sevmirdi və bu məclisdə əsəbləşir və onun çox məşhur kəlamıdır ki, əgər mən vaxtımı belə məsələlərə sərf eləsəm, onda mənim ölkəmin sərhəddində düşmənlərim at oynadar. Bu bizim üçün böyünməyə belə yarı şüardır və bu yaxınlarda bir dağ kəndində eşitdiyim, yəqin ki, Şah İsmail dövründən qalmış atalar misalı ilə çıxışımı bitirmək istəyirəm. O çox qəribə bir atalar misalıdır, nəinki indiyə qədər biz onu bilmirdik. Orada deyilir ki, torpağı qoruyarsan vətən olar, qorumazsan kəfən olar. İçim dolu ola yazanmadım bu gecə içimi göynədənləri. Hiss edəndə ki, biz yaşadığımız indiki dərdlər o dağlardan ağırdı və bu dərdlər ağ vərəqlərə də sığmaz. Qələmim aciz oldu əlimdə, sözlərim düyünləndi dilimdə. Heç olmasa Vedinin yanındakı dağların rəsmini ağ vərəqlərə çəkmək istədim. Sahilə son ziyarət edən ləpə kimi suyu qurumuş dəryaya döndüm birdən-birə. O sahil mənim ola-ola, mənim olmadığından. Onun elə iradəsinin, onun mövqeyinin, onun həyatını bu işlərə həsr eləməyinin nəticəsi idi ki, elə ömrünün son anları da o qaçqınlar önündə çıxış elədi və o əzaba, o terrora, o ağır deportasiyaya, o cinayətə artıq onun ürəyi tab gətirmədi. Bu qədər dərdə dözmək üçün gərək insanın ürəyi ya dəmirdən, ya da daşdan olsun. Da söz də insanlara təsir etmir. Sözü də saqqız kimi çeynəyirlər deyə, o da daha hədəfinə çatmır. Cəmaat ev eşiklərindən çıxarıb çöllərə töküblər. Bizimkilər də hələ Moskvanın nazı ilə oynayır. Əmirlərinə əməl eləyirlər. Yanan, özünü oda közə vuran adamları da provokator adlandırırlar. Allah! Allah sən özün bu xalqı sabahki faciələrdən qoru. Nə qədər haqsızlıq, haramlıq, nə qədər dözmək olar bunlara.
Nə qədər yad qanunlara, düşmənlərə qulluq eləmək olar. Belə bir vaxtda da Azərbaycan hökumətinin başında bu millətin nümayəndəsi, canı yananı olmayacaqsa, sabahımız çox qanqada görəcək. Yüz minlərlə insan da yəsiz olarmış. Dədə-baba ocaqlarından min işgəncə ilə qovularmış. 20 il bundan öncə 1989-cu ildə hadisələrin qızğın vaxtı Ermənistandan köçüb gəlib yenə yurtsuz, yuvasız Azərbaycan çöllərinə didərgin düşmüş soydaşlarımızın arasında ürəyə dayandı. 1989-cu il mart ayının deməli 17-si idi. Biz idarənin qabağına yığışmışdıq. Bir qadın ona yaxınlaşdı. Yəni onsuz da hamı ona dərdini deyirdi. Bir qadın da yaxınlaşdı ki, məni evdən çıxardırlar, ermənini yerdən qaytarırlar evə. Fərman əlini cibinə salıb, dedi ki, mən sizə nə kömək eləyə bilərəm. İndi şişim gözüm qabağındadır. Birdən arxaya belə, arxası üstə gedəndə tutdum. Tutdum, elə mənim qollarımın arasında da canlı tapışdı. Axırıncı aşırım əsərində Abbasqulu bəyə cəmaat necə hörmət edirdisə və o rəhmətə gedəndən sonra cəmaat onu hansı urvatla dəfn etdisə, Fərman Kərimzadənin özü də xalq tərəfindən ilə hörmətlə qarşılandı. Və qaçqınların arasında canını tapşırandan sonra hər kəs onu öz doğmasını itirdiyi kimi qəbul etdi. Abbasqulu bəy də, Fərman Kərimzadə də Rus siyasətinin qurbanı oldular. Abbasqulu bəy güllə yarasından öldü, Fərman isə xalqın başına gətirilən müsibətlərə ürəyi tab gətirmədi.